Salam, yine ben. Yeni tasarım videosu paylaşmıştım. Bir şey yadımdan çıktı ki bir abone gələndə onu sökəcəm sizinlə beraber. İndi isə sizə bir dənə problem olan telefon göstərdim. Bunu bilenler bilir. Samsung'un köhnə efsane telefonuydu. Bu gördüğünüz köhnə efsane əslində işləyir. Bu yeni bir özellik tapmışam ki, əgər bunun emahiyyəsinə baxanmırsan ya batareykasına baxanmırsan, aç bu telefonun arxasını, burada qaldırmaya ehtiyac yoxdur. Sadəcə bu telefonda var, səhv demirəmsə. Bəzilərdə də olur. Bax, burada batareyka növlərini oxu. Burada var 3600. İndi açıb göstərirəm. Qardaş, inanmırsan, bax. Burada emahiyyəsini yazırdı. İndi nə bilim də hardasa yazır. Çünki gördüm. Bu telefonun ekranı işləmir, amma özü işləyir. Zəng gəlir, mesaj gəlir, hər şey gəlir. Sensoru işləmir. Bu çox zor telefondur həqiqətən. Bilənlər bilir də əfsanə telefondur da bu. İndi bununla əlaqəli bir dənə video çəkəcəm ya bunun işlədiyi forma nömrəcə salacağım. Buna zəng edəcəm. Görəcəksiniz də necə olacaq. Yəni bu əslində işləyir. Bunu Zareka səhv demirəmsə yığmaqdan köçüb. Nəysə telefonum. Hətta mən bu telefonu özüm düzəltmişəm. Baxın burada. Bunun ekranı qırılıb söküb getmişdi. Amma bir tərə düzəltdim. Nəysə bununla əlaqəli video üçün bir like gəlsə bununla əlaqəli bir video gələcək. Davay, sağ olun.